susmayan suyun nə demək istədiyinə diqqətlə qulaq asaq. İçməli suların, ehtiyatların yavaş-yavaş azalmasını müşahidə edirik. Təmiz su anbarlarına plastiklərin atılmasından danışa bilərik. Biz o çirklənmələri torpaqdan xaric edə bilmirik. Suyun səsi kəsilərsə, biz getdikcə bütün sərvətlərimizi itirə-itirə gedəcəyik. Salam dostlar, su səssiz görünür, amma danışmağı bizdən də yaxşı bacarır. Çaylar axırsa, həyat var. Göllər quruyursa, deməli, nəsə yolunda deyil. Su həm həyatdır, həm də xəbərdarlıqdır. Gəlin bu gün susmayan suyun nə demək istədiyinə diqqətlə qulaq asaq. Diqqətlə qulaq asaq ki, görək su bizə nə demək istəyir. Verilişimizin daimi qonağı biologiya üzrə elmlər doktoru Vəfa xanım Qasımovadır. Salam Vəfa xanım, xoş gəlmisiniz. Salam Əli, çox sağ olun ki, dəvət eləmisiniz. Çox sağ olun. Biz bilirik ki, içməli su ehtiyatları günü-gündən məhdudlaşır. Bəs həmin bu məhdudlaşma insanların həyatına necə təsir göstərir? Çox sağ olun Əli. Maraqlı və çox düşüncəli bir sualdır. Biz su ehtiyatlarının qorunmasına, nəinki su ehtiyatlarının balansının qorunması üçün, hətta öz yaşayış mühitimizi təmin etmək üçün faydalı yanaşmalıyıq. Birinci növbədə içməli suların ümumiyyətlə nəinki Azərbaycanda, eləcə də bütün dünyada ehtiyatların yavaş-yavaş azalmasını müşahidə edirik. Əgər biz 20 il, 30 il öncə baxsaq, deyə bilərik ki, o zamanlar biz kranı açıb o sulardan istifadə edirdik. Həm içməyimizə, həm yeməyimizə, həm də ki, texniki baxımdan. Bəli. İndi müasir dövrümüzdə biz nəyi müşahidə edirik? Ümumiyyətlə krandan suyu istifadə etmirik. Sadəcə texniki sular kimi istifadə edirik və biz fikirləşmirik ki, həmin o texniki suların da ehtiyatları tükənir. Yəni biz o suları hardan alırıq və həmin o ehtiyatlar yavaş-yavaş azalır. Biz nəinki içməli suya, digər sulara da qənaətlə yanaşmalıyıq. Çünki quraqlıqlar getdikcə çoxalır. Bu təkcə təbii amillərlə əlaqədardır, nəinki antropogen. Məsələn, buradan elə bir sual doğa bilər ki, kənd təsərrüfatında biz bilirik ki, istifadə edilən suyun böyük bir hissəsi səmərəsiz istifadə olunur. Yəni bu hər kəsə bəllidir. Bəs biz bu səmərəsiz istifadənin qarşısını almaq üçün hansı ağıllı sistemlərdən istifadə etməliyik ki, həmin o səmərəsiz istifadə dayandırılsın? Biz bu suyun ağıllı istifadəsinə keçid üçün ilk öncə nədən başlamalıyıq? Birinci növbədə belə bir layihələr var, ağıllı kənd layihələri. Nə deməkdir bu? Torpaqdan, sudan, bitkiyə lazım olan bütün amillərdən səmərəli istifadə etmək. Torpaqdan səmərəli istifadə etmək üçün fermerlər bilir hansı torpağa hansı təminatlar lazımdır. Eləcə də sulardan istifadə etdikcə hər torpağın özünün su balansı var və artıq su balansının verilməsi torpaqda müxtəlif proseslərin baş verməsinə gətirib çıxardır. Tam degradasiya prosesləri baş verir və biz o torpaqlardan neçə müddət istifadə edə bilmirik. Ona görə də ağıllı kənd layihələri elə qurulmalıdır ki, həm su balansını təmin etmək üçün və təmiz suların əraziyə verilməsi. Biz çox vaxt nəyi müşahidə edirik? Texniki sular, digər sular torpaq sahələrinə verilir və torpağı çirkləndirir. Elə sualım həmin o mövzuya gəlib çıxır ki, biz bilirik ki, sənaye tullantıları, hansı ki, suvarma zamanı gəlib qarışır və s. və ilaxır. Ümumiyyətlə, təmiz su anbarlarına plastiklərin atılmasından danışa bilərik, çirklənmədən danışa bilərik, kanalizasiyadan danışa bilərik və bu texnoloji cəhətdən bunun qarşısını necə ala bilərik və burada hüquqi qiymətləndirmə hansı formadadır? Yəni, hüquq bunda nə deyir? Birinci növbədə əlbəttə ki, burada ekoloji hüquq balansı təmin olunmalıdır. Yəni, ekoloji hüquq nə deməkdir? Biz istifadə edən zaman
olan hansısa ərazidən hüquq təminatını bilməliyik. Yəni hüquqi qanunlar bizə nə deyir? Bütün bu sizin sadalığınız sular, çirkab suları deyilir onlara, heç bir filtrdən keçməmiş torpaq sahələrinə verilir. Burada böyük bir cinayət var. Biz bu cinayəti həm torpağın üzərində görürük, həm də bitki örtüyündə görürük. Və bu cinayət 1 illik, 2 illik, 5 illik cinayət deyil. Bu uzun davamlı cinayətdir. Çünki həmin o çirkab suların tərkibində müxtəlif patogen orqanizmlər, müxtəlif çirklənmələr var ki, hansılar ki torpaqda uzun müddət ərzində qalır. Hansı üsullardan istifadə edə bilərik, amma biz o çirklənmələri torpaqdan xaric edə bilmirik. Çünki torpağın təbii sistemi var, hansı ki özü-özünü qoruyur və özü-özünü tənzimləyir və özü-özünü də təmizləyir. Və buradan deyə bilərəm ki, məsəl üçün su ilə bağlı maarifləndirmə işləri hansı dərəcədə aparılır? Yəni bu həm məktəblər arasında, gənclər arasında, yəni bu maarifləndirmə işləri hansı istiqamətdədir və ya hansı istiqamətdə olmalıdır ki, biz xeyrin görək? Əslində bu maarifləndirmə sistemi elə aparılmalıdır ki, biz torpağa ayağımızın altında olan bir mühitə baxmamalıyıq. Biz özümüzü həmin o mühitin əvəzində görməliyik. Yəni insan istəyər ki, onun üzərində gəzə-gəzə, onu hansısa bir prosesin pozulmasına imkan verə bilər, heç vaxt imkan verə bilməz, düzdür? İnsan özü hansısa çirklənmiş suyu içə bilərmi? Yox. Burada etik normalar mütləq qorunmalıdır. Biz ətraf mühitə baxanda o etik normalara riayət etməsək, biz getdikcə bütün sərvətlərimizi itirə-itirə gedəcəyik və sonradan insan özü həmin o sərvətlərə həsrət qalacaq. Elə sözlü qüvvət onu demək istərdim ki, iqlim dəyişikliyi biz bilirik ki, təmiz su ehtiyatına da təsir göstərir və bu danılmazdır. Yaxşı, bu təmiz su ehtiyatının azalması növbəti 10 illiklərdə hansı sərt mübarizələri gətirib çıxara bilər? İnsanların bir-biri ilə mübarizə aparılan zaman heç vaxtı heç bir fayda görə bilməz. Əgər insan insanla mübarizəyə girirsə, ətraf mühit ona heç cürə təsir edə bilməz. Bəli. Yəni ətraf mühitin də özünə aid olan qanunları var. İnsanların bir-biri ilə balansı olmalıdır ki, tarazlığı olmalıdır ki, təbiətlə həmin o tarazlığı qoruya bilsin. Biz heç vaxt o tarazlığı təbiətlə qoruya bilmərik, əgər bizim bir-birimizin arasında həmin o tarazlıq və balans olmadığı dərzdə. O nöqteyi nəzərdən biz həmin o tarazlığı qorumaq üçün mütləq şəkildə həm bizi əhatə edən təbii sərvətlərə də tarazlığı qoruyub saxlamalıyıq. Burada bir balans yenə də mütləq hər mühitdə, hər bir sahədə balans çox vacib mərhələlərdən, yəni anlayışlardan biridir. Təşəkkür edirəm müəllimə bu suallara tam aydın cavablara görə. Minnətdaram. Çox sağ olun Əli. Mən də sizə minnətdarlığımı bildirirəm ki, siz belə gözəl mövzular seçirsiniz və mövzulara aid olan suallar da cəmiyyətimizin ən ağrılı bir yerlərdən biridir. Ona görə də sizə təşəkkürümü bildirirəm. Çox sağ olun müəllimə. Sonda isə dostlar, demək istərdim ki, su sadəcə axmır. O bizi izləyir, öyrədir və xəbərdarlıq edir. Onu qorumaq borc deyil, yaşam üçün əsas şərtdir. Unutmayaq, suyun səsi kəsilərsə, bu həyatın səsinin kəsilməsi deməkdir. Elə ki, suyumuz heç vaxt susmasın. Hələlik.